motor yağlarında istifadə olunan polimer materialların ən əsas xüsusiyyəti, xüsusən o biz işlərimizin elə qurmuşdur ki, tətbiq sahəsi üçün nəzərdə istəyilən praktiki və birbaşa tətbiqi sahəyə keçmək. O da deməli, hesab edin ki, bu işlər olmalıdır Respublikada istehsal olunan xam mal əsasında. Bu xam mallar deməli Bakı neftinin emalı zamanı alınan distilə yağlarından müxtəlif təyinatlı sürtü kampaniyalarının yaradılmasıdır. Onu siz diqqətinizə çatdırım ki, çox təəssüf ki, hal-hazırda Respublikada demək olar ki, neft emal olunur. Çox gözlü bir hissəsi, o da ki, deməli, distilə yağları tamamilə aradan çıxarılır. Çünki iki zavod birləşəndən sonra, mən sizə son məlumatı deyirəm, birləşəndən sonra yağların istehsalına elə bir növ belə baxırlar. Yəni, o da çox gələcəkdə ola bilsin ki, böyük tənqidə səbəb olan bir problemdir. Ona görə ki, bizim ölkəmiz, idman ölkəsi sayılır, amma bizim ölkəmiz neft ölkəsidir. Yəni, neft akademiyası əvvəllərlə bizim Respublikada yaranır və ilk 1948-ci ildə hazırlanan Respublikada sürtgü yağları təsəvvürə gətirin ki, Avropada bütün sürtgü yağları ilə xarici ölkələrin yağlarını rəqabətdə qoymuşdur və Amerikanda bir sıra sürtgü yağlarından keyfiyyət göstəricilərinə görə çox fərqli, çox keyfiyyətlidir. Çox təəssüf ki, tədricən bu istehsal get-gedə azaldı, lakin deməli, haradasa 50-60-cı illərdə Bakı neftlərinin alınan bazı yağlarının özlülük indisi çox aşağı olduğu üçün baxmayaraq ki, çünki əvvəllər niyə görə bu yağlar yaxşı istifadə olunurdu? Çünki əvvəl maşın mexanizmləri indiki kimi çox elə mürəkkəb təkmilləşmiş şəkildə deyildi. Yəni, əvvəllər ancaq deyirlər avtotraktor dizilməlidir, amma sonradan indi deyirlər üfürməsi şəraitdə işləyən və yaxud da deməli, çox mürəkkəb tələbata cavab verən yağların istehsalına başlanıb. Odur ki, Respublikada istehsal olunan yağların özlük indisi çox aşağı olduğu üçün bir nömrəli problemidir ki, Respublikada bu yağların burada da istifadə olunmalıydı polimer maddədə. Ona deyək ki, çox təəssüf ki, bizim insufla sinüsü arasında uzun illər, yəni bir-birimizin əməkdaşlıq eləməklə baxmayaraq, ancaq sizin insufda sintez olunan və xətti düşünməkləri sahələri işləyən polimer materialların heç biri bizim insufda özünə yetişatmıyor. Həmişə arzunda olmuşuz ki, yəni sizdən elə bir polimer maddələr gəlsin ki, onlar həm özü həll ediciləri yağlarda həll olsun, həm də həll olmaqla bərabər o elə bir yağların özlük indisini artırır. Bu sahədə odur ki, biz əvvəllər ittifaq dağılmamış Rusiyanın əlaqədə olduğunu düşür. Yəni, bütün bizə də yaxşı mexanizmlər Rusiyadan gətirildiyi üçün onlara qoyduğu dövlət standartı üzrə tələblərə cavab verməliydi. Odur ki, biz demirlər ki, Rusiyadan bizə gətirilən yağların dizel mühərriklərinin, dizellər də bir necədir, bir dizel var ki, o dizel mühərriki bu otaq yerdən, yəni gəmi dizelləri belə böyük miqyasda təcmini çox böyükdür və hesab edir ki, elə bir dizellərdə çox mürəkkəb xam səhiyyə və müstəqil çox yüksək olan yağlar istehsal olunardır. Odur ki, biz deməli, əvvəllər Rusiyada istehsal olunan polimer əsaslı polimerlərinin üçün MHD adlandırılır, V1, V2, sonra Ukraynada istehsal olunan APP, Ataktir polimerlər və s. Bunlar əsasında biz çox geniş işlər aparmışıq. Lakin sonradan deməli artıq ittifaq dağıldıqdan sonra Rusiyada da aşqarların və ümumiyyətlə həm də bu polimer aşqarlar onlar özlük aşqarlar. Yəni bunların da istehsalı yavaş-yavaş azaldığı üçün ona görə ki, xaricdən gətirilən özlük aşqarları onlardan daha aşağı qatılıqda yüksək keyfiyyət verdiyi üçün biz də yavaş-yavaş deməli xarici aşqarlara biz Almaniyada istehsal olunan şey elə olur ki, baxın, bazı Viskaflix firması müxtəlif, burada hələ bir az hissəsidir, 2 dəfə də bundan artıq onların müxtəlif, o firmanın müxtəlif seriyalı Viskaflix aşqarlarını yoxlamışıq və bu cəhətlərdə baxın, deməli, həm onların fiziki özlərini
panelin maddəyə baxıb onlara klimatik özlükdə bu dərəcədə özlüyü. Sonra deməli vesaire və bu renk vesaire. Siz ikinci kılımda fizikilləri göstərəcəkdir. İkinci cəbləri zəhmətinizi göstərdiniz. İkinci cəbləri. İkinci bir onda. Burası baza yani, yoksa? Təsəvvürə gətirir ki, bu polimer aşkarların azacıq miqdarı, birdən belə elə aşkarlar var, bunlar eyni zamanda həm özlüyü, həm özlük indeksini artırır. Elə aşkarlar var ki, özlüyü az artırır, amma özlük indeksini yüksək. Burada da əsas göstərici hər ikisidir, amma özlük indeksinin artırımı çox olmalı, daha göstərici müvəffəq nəticəli yaxşıdır. Təsəvvürə gətirilməyə baxın, burada anasını televizyon etməkdir. Bu polimer aşkarların bir xüsusiyyəti var ki, onlar mütləq yoxlanılmalıdır. Çünki istismar zamanı yağın özünün yuxarı temperaturda işləmə şəraiti və yaxud da hər hansı bir mexanik təsirlərinə vasitəsilə polimer aşkarlar parçalanırlar. Bunlar da deməli xüsusi aparatlar var. Əlbəttə sizin institutda var. Bəlkə o izləyin 2 aparatı var. Orada bu özlük dəyişiklərini müəyyən müddət ərzində biz 60 dəqiqə ərzində eləmişik. Olur ki, daha ciddi vəziyyətlərdə o saatın müddətini artırmaqla onlar özlük dəyişir. Burada verilir hər biraz daha yetləyəcəklər. Bax, bu mexaniki destruksiyadır. Bu da termiki destruksiya. Deməli, istismar zamanı əgər polimer maddə hər hansı parasını parçalanmağa meyil edirsə, onda deməli, yağın ümumi kinematik özlüyü aşağı düşür və bunun keyfiyyət göstəriciləri aşağı düşür və deməli, yağın mütləq dəyişilmə problemi olur. İndi baxın, deməli, həmin o aşkarlar içərisində. Belə seçilmə deyib ki, haradakı az faiz var, siz burada cədvəldə görə bilərsiniz. Bax, bu mexaniki destruksiyada. Deməli, o aşkar digərinə daha üstün xarakterizə olur. Və termiki destruksiya, bu isə daha biraz çox üsuldur. 200 dərəcədə hər 4 saatdan bir siz yoxlayır bunu özlük dəyişimini, qızdırma, qarışdırma və s. şəraitlə və orada deməli, fikirləşmədə bu termiki destruksiya bu əgər bu mexaniki destruksiyada ancaq özlük dəyişilməsi gedirsə, amma termiki destruksiyada ola bilsin ki, istismar zamanı yaranan oksidaşma məhsullarının daha da onların keyfiyyətinə mənfi təsir göstərir və s. İndi fikirləşin ki, deməli, bizim tərəfimizdə bu özlük aşkarları, hamısı deməli, Almaniyadan gələn sırf özlərinin etalon birləşmələridir və bu birləşmələrin istismarı zamanı eyni zamanda onların yağın axıcılığını haradasa onlar tormozlaya bilərlər deyə. Yəni, bir də reoloji xasələr deyən xasə var, siz əlbət bilirsiniz bu xasələri. Bu reoloji xasə nəyə göstərir ki, yəni müxtəlif temperaturlarda, ola biz ki, yaxın qış və yaxud da yay mövsümündə və yaxud da ayrı-ayrı regionlarda istifadə edəndə yağın ola bilsin ki, axıcılığı bir balaca aşağı düşsün. O da reoloji xasədə deməli, xüsusi o da aparatlarla yoxlanılır. Bir var dinamik özlüklə mənfi temperaturda onların yoxlanılır, deməli, dinamik özlüyü puazla. Və bir də südəndə aparat var ki, biz son illərdə, onu da deyirsə ki, əgər sizə yağlara aid bir şey nəsəsində analiz eləmək, onların keyfiyyət göstəricilərini təyin eləmək istəsəniz, bizim laboratoriyamızda son 5 il ərzində Elmin İnkişaf Fondu və Akademiyadan ayrılan fond əsasında bütün göstəricilər həm bu, həm də AST ilə beynəlxalq avadanlıqla təhkiz olunur. Bütün bunları biz deməli, dünya standartları səviyyəsində yoxlaya bilirik. Bu reoloji xasələri ilə bir dənə aparatı, o da deməli, fikirləşən ratometrdir. Bu aparatın üstündə özünün də etalon maddələri olur, yəni polimerlər olur. Bu aparatı işə salanda həm özünüzün alt nümunələri bulursunuz, həm də etalonun birini hər hansına qoyur. Alınan nəticələr hamısı özü avtomatik olaraq
kompüterlə, orada hamısı cizgilərlə rəqəmlər alınır, atılır. Rəqəmlər hamısı aparatda alınan rəqəmlərdir. Demək, hansı fikirdə, baxın, mənfi 10, 15 və s. mənfi 35-ə çatana yaxın görürsünüz ki, rəqəmlər artıq 5 yox, 4 rəqəmli, 6 rəqəmliyə çıxabilir. Çünki nə qədər bu rəqəmlərin aşağı olarsa, o qədər deməli onun axıcılıq xassəsi o temperaturda. Bunun vahidinə bax, yazmışsınız 241,0. Yox, bu digər Mənfi 31. O nə rəqəm nə 35 dərəcə Selsi. Hə, o vahid. Bu da Selsi. Binanın gözlüğü yukarıda yazılır. Yukarıda Pascal, Pascal. Pascal. Yukarıda göstermiyor Pascal. Pascallar. Deməli, o eyni zamanda da aparatda həm onların o axıcılığı, o dinamik özlüklə birgə biz kalibrasiya aparırıq. Hər iki aparatda elə o yağın özlük naşları ilə axıcılıq xarakteristikasını göstərir. İndi bir dəqiqə yüksək mücəddilərlə gətirmədim. Əldə etdiyimiz nailiyyətlərin nəzəri həm də çox böyük praktiki əhəmiyyətə malik olur. Yəni, istihsalı tətbiq olur. Deməli, müharibə gedən şəraitdə, Respublikada müharibə gedən şəraitdə biz Müdafiə Nazirliyinə, sonra SOKARA, Kənd Təsərrüfat Nazirliyi, Dəmir Yolu Nazirliyi, Sərhəd Qoşunları, bir neçə gətirməmişəm deyəndə şərlər var. Onlara müharibə gedən dövrdə biz birindən 100-200, öbüsünə 200, öbüsünə 100, tanklarda bu təzə açılmışdı Beşbatanda. Biz Respublikamızın arxada olduğu üçün bizə yağların gətirilməsi dayandırılmışdı Respublikaya. Odur ki, biz Müdafiə Nazirliyinə müraciət edib, əvvələ şərq yağları əsasında hazırlanan həmin M2, M12 və Zöqən, Şirkəni, stasionar, avtotraktor, bu dizinlərdə istifadə yağların qısa müddətdə biz Bakı yol qarşısında analarını işləyib, bizim təcrübə zavodda fonlarla olaraq alıb, həmin o müəssisələrə təhvil edilmiş. Odur ki, Arkada. hətta Çok sağ olun. Ben bir tanesi. Siz o hansı iş almışsınız özünüz yaşları, onun texniki iqtisadi əsas hesablanır. Mayələr neçə gəlir, bəlkə kənardan alandan bunu müqayisə edəndə bu qiymətləniz. Belədir ki, o yağları o vaxt biz alanda artıq orada qiymətlə uçurmadı. Çünki Respublika bunları tanklayanı Aydın doğru. o vaxt biz alırıq, amma texniki şərtlər hamısı o vayətliklərlə olma, təhsil olunmuş hamısı bütün işi. 17 dənə göstərir. Mənim ayın oluşumun həyata keçirilmir. Geçmiş ne biz? Hamısı da patent almış. Mən sizin üstüne əlaqəm vaxtı çox olur. İXF yeri, İXF elmişi, ilahı bu aşkarlar zavodu, kişi bunun əsasında mən əlaqəm yaxşı olur. Orada kadrlar tanıyamışsın, yoldaşlardan rəhmətli əlaqəm Yaxşı vaxtımız azdır, xahiş edirəm. Vaxtımız Yaxşı, azdır. çox Çok sağ ol. sağ ol. Arzuma hazırlaşırsınız. Hayır, tamam verirsen. Sana hoş geldin. Niye de özümden?